Herkese salam, kanalıma hoş gelmişsiniz. Əməkdar artist Mətanət İskəndərli sosial media hesabında Şamaxıdakı həyat evindən video görüntülər paylaşır. Video görüntülərdə bir çox sənət nümayəndələri də onun evində qonaq olub. Qonaqlar arasında Mətanət İskəndərli və müğənni Kamilə Qaramolla da yer alıb. Onlar klip çəkilişi üçün Şamaxıda Elnarə Abdullayevanın evində klip çəkiblər. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib fikirlərinizi də bizimlə paylaşmağı, kanalımıza dəstək üçün abunə olmağı unutmayın. Sen ile anlattım gözüm, çetin bir de gülsün, hasretten üzüm, derdinden eriyip yok oldum özüm. Ben değilim, aktarma beni, solmuş bir gülen aktarma. Hə. Gelmişik kızı ərə verməyə. Şimdi elçilik prosesidir hindi. Son sözü Asif diyecek Kərimov. Axır ki razılaşmırdım. Amma böyüklərimiz deyəndən sonra necə razılaşmırdım? Sen həddin nədir? Razı olmayasan. Ha? Kızı, ata ana kimə verər ona gedər. Bəli. Yaxşı. Biz qədimi adətlərimizi biz geri qaytarmalıyıq. Baş üstə. Bəli. Baş üstə. Yam alışım. Mədrəsə kəndinə. De. Ay sağ ol. De. Demeye ihtiyacı yok. Elnarə Abdullayeva gilə gəlmişik. Gəlmişik onların ev gördüyə gəlmişik. Ev gördüyə. Sağ ol ki Kəmalə. Heç kimin sözünə qulaq asmadın, mənim məsləhətimə qulaq assan. Allah səni xoşbəxt eləsin. Çox gözəl bir qismətdir. Sağ əlin subay qızların başına. Çok sağ olun. Xoşbəxt olasan. Çok sağ olun.